İsti havalar üçün dondurmalı desert hazırlayırıq. Başlayaq. Meyvələrin hamısını ortadan kəsirəm. Soydum, ortadan kəsdim. Bu necə bölünməz? Çıxmır axı. Çıxmıyor. Şəftalı. Çıxan şaftalı deyil. Necə yəni? Elə şaft bölünüb babı da. Kəsmişəm. Armudların bu hissəsini çıxarıram. Soba listinə düzürəm. Şəftalıları da. Üzərinə bal əlavə edirəm. 160 dərəcə 10 dəqiqə sobada bişirəcəm. Dadına baxacağım. Üzərinə biraz dondurma qoyacağım. Qismət olsa. Dadına baxaq. Dadı çox mükəmməldir. Siz də hazırlayın.